bugün üçün biz 250'ye yaxın ağac əkdik, amma ümumilikdə götürsək 2026-cı ildə 2000-dən yuxarı ağac əkilmişdir. Nəinki ağac, həm də gül kolları əkilmişdir və bu gül kollarının əkilməsi bugün də davam etdirilir və dəniz kənarı ərazisində demək olar ki, orada təmizlik, abadlıq işləri görülür. Bulvar, park və xiyabanlar təmizlənir, ağaclar budanır, yeni tinklər əkilir. İşlər paralel olaraq şəhərin müxtəlif ərazilərində aparılır. Əhalinin də bu məsələyə həssas yanaşması vacibdir. Vətəndaşlarımızdan da xahiş edirik ki, yəni öz təmizliklərinə riayət eləsinlər. Zibili yerə atmasınlar. Düzdür, elə vətəndaşlarımız var ki, zibili yerə atmırlar. Yəni verirlər onu bizə. Amma elə vətəndaşlarımız da var ki, gözümüz görə o zibili atırlar yerə. Yayda zibil çox olur. İçirlər, atırlar. Su qablar, plastik qablar çox olur. Onları da biz yığışdırır, yenə də tökürlər. Plastik qablar torpağa qarışmadığı üçün illərlə təbiətdə qalaraq ətraf mühiti çirkləndirir. Təbiəti təmiz saxlamaq üçün, təbiəti qorumaq üçün belə tullantıları ətraf mühitə atmamaq və ətraf mühiti təmiz saxlamaq hər birimizin məsuliyyətidir. Şəhərdə mövsümlə bağlı təmizlik, abadlıq işləri davam etdirilir. Xədicə Səxavət, Valid Bəxtiyaroğlu, Rəşidə Zülfüqarova, ASTV xəbər.